Niyə bəzən bacarıqlı uşaqlarda riyaziyyat alınmır? Mən öz təcrübəmdən deyə bilərəm. Bəli, mən o uşaqlar görmüşəm ki, həqiqətən bacarıqlıdır, amma sadəcə riyaziyyatdan çox pis nəticə göstərirlər. Yəni tədris riyaziyyatında. Ə, Problem nədədir? Bəzən məntiqi IQ-su yuxarı olan uşaqlar olur ki, məsələn proqramlaşdırma çox gözəl alınır. Yəni o dərəcədə yaxşı alınır ki, məktəb uşağına baxmayaraq çox qəliz layihələri qurur və bilirəm ki, o məktəb müəllimləri riyaziyyatdan bu dərəcədə qəliz bir şey qura bilməzlər. Amma uşağı riyazi dildə nəyisə başa salanda hələ bir ki allergiyası oyanır. Yəni riyaziyyat deyəndə, simvol deyəndə, x, y deyəndə allergiyası oyanır. Reallıqda bir çox uşaqlar var ki, həqiqətən də natural olaraq riyaziyyat yaxşıdır onlarda təfəkkür. Amma məktəb riyaziyyatı ona əzbərçi çatdırılırsa, əksinə əks effekt yaranır onlarda. Əksinə öyrənməkdən qaçırlar. Əksinə olayla bilək ki, riyaziyyat bunlara zidd bir şeydir. İndi problem kimdədir? Problem müəllimlərdə. Müəllim sevdirə də bilər və iyrəndirə də bilər.